Müasir dövrdə Azərbaycan Respublikasının xarici siyasət kursunda şərqə və xüsusilə Asiyaya yönələn yeni strateji xətt aydın şəkildə müşahidə olunur. Dünyada iqtisadi və siyasi mərkəzlərin qərbdən şərqə doğru hərəkət etdiyi bir zamanda Azərbaycan da bu qlobal tendensiyaya çevik reaksiya verir və bu prosesdə strateji oyuncuya çevrilir. Son zamanlar Asiya qitəsində iqtisadi yüksəliş artıq yeni dövrün danılmaz reallığıdır. Çin, Hindistan, Cənubi Koreya, İndoneziya və digər ölkələr qlobal iqtisadi artımın əsas mühərrikinə çevriliblər. Bu kontekstdə Azərbaycan öz coğrafi və enerji tranziti imkanları ilə şərqlə qərb arasında körpü funksiyasını daha da gücləndirməkdədir. Xüsusilə də Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və orta dəhliz layihələri Azərbaycanın bu yüksələn regionda ticarət və logistik baxımından sıx əlaqələr qurmasına şərait yaradır. Bakı artıq yalnız Xəzərin enerji mərkəzi deyil, eyni zamanda Asiyanın Avropaya çıxış qapısı kimi də tanınır. Azərbaycanın diplomatik fəallığı da bu istiqamətdə nəzərə çarpacaq dərəcədə artmaqdadır. Son illərdə Azərbaycanın Cənubi-Şərqi Asiya ölkələri ilə, o cümlədən Malayziya, İndoneziya, Pakistan, Koreya və Vyetnam ilə yüksək səviyyə görüşləri intensivləşib. Həm iki tərəfli iqtisadi forumlar, həm də beynəlxalq platformalarda ortaq maraqlar daha çox ön plana çıxarılır. Bununla yanaşı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində Asiya ölkələri ilə diplomatik koordinasiyası da yeni təkmil səviyyəyə çatıb. Azərbaycan ilə Çin Xalq Respublikası arasında son vaxtlar formalaşan strateji yaxınlaşma isə xüsusi diqqət çəkir. Bir kəmər, bir yol təşəbbüsünün fəal iştirakçısı kimi Azərbaycan Çinlə yalnız infrastruktur və nəqliyyat sahəsində deyil, həm də rəqəmsal texnologiyalar, təhsil və kənd təsərrüfatı sahələrində də əməkdaşlığı dərinləşdirir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfər zamanı iki ölkə arasında 20-dən çox sənəd imzalanıb. Bunların arasında enerji, logistika, sənaye, gömrük və humanitar əməkdaşlıq sahələri xüsusi yer tutur. Prezident İlham Əliyevin Pekin şəhərində keçirilən Bir kəmər, bir yol forumunda çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın Asiya ilə əməkdaşlıqda dayanıqlı tərəfdaşlıq və etibarlı tranzit ölkəsi mövqeyini bir daha təsdiq elədi. Azərbaycanın dövlət başçısının aprelin 22-sində Çinə olan dövlət səfəri də bu kontekstdə xüsusi önəm daşıyır. Nəticə olaraq Azərbaycanın xarici siyasətində şərq istiqaməti təkcə alternativ bazar və diplomatik xətt deyil, bu həm də yeni geosiyasi reallığın, post-neft dövrü üçün iqtisadi çevikliyin və mədəni körpülərin formalaşmasının təzahürüdür. Azərbaycan özünün çevik xarici siyasəti sayəsində artıq təkcə neft ölkəsi deyil, həm də şərqlə qərb arasında çox vacib strateji oyunçudur. Bəxtiyar Fətulayev, Vüqar Bektaş, ATV Xəbər.